Bugün səhər 8 radələrində uşaq oğurluğuna cəhd olub. Hadisə paytaxtın Qaradağ rayonu Qobu Park yaşayış masivindəki 20 nömrəli Zəngilan məktəbinin qarşısında baş verib. Bu iddialarla həmin ərazidə yaşayan sakinlər Xəzər xəbərin qaynar xəttinə müraciət ediblər. Sakinlərin dediyinə görə dərsə gedən məktəblilərdən birini oğurlamağa cəhd edilib. Daha sonra sakinlərin köməyi ilə o xilas olunub. Səhər saat 8-ə qalmış idi. Uşağı məktəbə aparırdım. Məktəbə aparanda maşında, yəni gördüyümdə hicablı bir adam idi. Bir dənə gözləri görünürdü. Təxminən elə gümüşü olardı, nəsə belə qara deyildi, məsələn qaraya yaxın maşın idi belə. Sonra məktəbə qoydum uşağı. Qaydana gördüm məsələn burada qarışıqlıqda. Dedilər ki, uşaq qaçırmaq istəyiblər. Hicablıymış, amma kişiymiş. Bir dənə qara maşın, 3 dənə içində kişi, bir dənə uşağı götürüb qaçmaq istəyirdi. Biz onu qoymadıq. Dedim necə? Dedi ki, maşının qarşısından zavod çörəyi deyirlər. Çörək maşını qarşısını kəsdi, həmin maşının. Uşağı onun əlindən zülmlə aldıq. Yəni belə deyək də, həmin o maşın olmasaydı, zavod çörəyi olmasaydı, uşağı bəlkə də götürüb qaçacaqdı. Hadisənin şahidi olan şagirdlər də gördükləri vəziyyəti danışıblar. Gələndə elə belə yeşil qara maşın idi, onun nömrəsi yox idi. Nömrəsini görmədik. Mindilər maşından getdilər. Kimə yaxınlaşmış? Hə? Kimə yaxınlaşmış? Uşağı tanıram. Sizi məktəbdə oxuyur. Bəli. Neynədilər uşağı? Hə? Uşağı götürmədilər. Əsə orada əmlər zatlar uşağı saxladılar. Ondan sonra çörək maşını zat gəldi, maşının qabağını kəsdilər. Uşağı götürdülər. Əllərindən aldı. Bəli. Bəs onlar neynədilər? Onlar tuta bilmədilər. Bəli. Məsələ ilə bağlı ərazidəki məktəbdən hadisənin təfərrüatlarını öyrənməyə cəhd etdik. Biz də maraqlandıq ki, buradan olub, hamı təşviş içində idi. Yəni, dedilər aşağı məktəbdə, o da məktəbin həyətində bir dənə maşın gördülər. İçində, nə bilim, eşitdiyimi deyirəm, hicablı kişi görüblər. Mən görməmişəm özüm, amma eşitdiyimi deyirəm. Yəni, biz də hamımız da narahat qaldıq, ümumiyyətlə, valideynlər də narahat qaldı ona görə. Yəni, bizim şəxsən məktəbdə elə bir şey, məlumatımız yoxdur, elə şey yoxdur bizdə. Amma ümumiyyətlə, küçədə olub bu, yəni məktəbdən kənar, məktəbin içində belə bir hadisə olmuyor. Hətta valideynlər tərəfindən həmin şəxsin ərazidə aptekə girdiyi deyilir və belə bir fotonun da həmin şəxsə aid olduğu deyilir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumi İsrəfilli isə bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Səslənən iddialar əsassızdır, belə bir hal baş verməyib.